Salam, hər vaxtınız xeyir. Yasamal rayonu 60 saylı orta məktəbin biologiya müəllimi Səfurə Rəhimova. Məməlilər sinifinə aid olan insan, eşitmə orqanı olan qulaqlar vasitəsilə fərqli səsləri araşdırır. Qulaqlar eşitmə orqanı olmaqla yanaşı, həm də bədənin müvazinətini saxlamağa xidmət edir. Qulaq 3 hissədən ibarətdir. Xarici qulaq, orta qulaq, daxili qulaq. Xarici qulaq, qulaq seyvanı və xarici qulaq keçəcəyindən ibarətdir. Səs dalğalarını toplayıb, xarici qulaq keçəcəyindən təbil pərdəsinin titrəyişi vasitəsilə orta qulağa ötürür. Təbil pərdəsi xarici qulaqla orta qulağı bir-birindən ayıran pərdədir. Orta qulaq təbil pərdəsinin arxasında bir-biri ilə bitişik 3 kiçik sümükdən ibarətdir. Çəkic, zindan, üzəngi adlanan bu sümüklər təbil pərdəsindən aldıqları titrəyişləri gücləndirir və daxili qulağa ötürür. Orta qulaq eşitmə borusu Yevstaxi vasitəsilə burun udulaqla əlaqədardır. Buradan gələn hava təbil pərdəsinin hər iki tərəfində təzyiqin bərabərləşməsinə səbəb olur. Daxili qulaq, ilbiz, dəhliz, 3 yarımdairəvi kanal, oval və dairəvi kisəciklərdən ibarətdir. Orta qulaqda gücləndirilmiş səs dalğaları buradan oval pəncərə vasitəsilə ilbizin içərisində yerləşən eşitmə reseptorlarına çatır. Səs dalğaları uzun bir yol keçərək böyük beyin yarımkürələrinin gicgah nahiyəsində yerləşən eşitmə mərkəzinə çatdırılır. Burada səsin gücü, ucalığı aid edilir və biz səsi eşidirik. Gəlin birlikdə səs dalğalarının keçdiyi yolla tanış olaq. Qulaq seyvanı, xarici qulaq keçəcəyi, təbil pərdəsi, çəkic, zindan, üzəngi, oval pəncərə, dəhliz, ilbiz, eşitmə siniri, eşitmə mərkəzi. Bir daha yadınıza salmaq istərdim ki, qulaq həm də müvazinət orqanıdır. Daxili qulaqdakı yarımdairəvi kanallar, oval və dairəvi kisəciklər birlikdə vestibülər aparatı müvazinət orqanını əmələ gətirir. Oval və dairəvi kisəciklərdə xırda daşçıqlar, otolitlər yerləşir. Başın vəziyyəti dəyişdikdə onlar yerini tez-tez dəyişir. Oradakı müvazinət reseptorları müvazinət mərkəzinə ardıcıl impulslar göndərir. Bu zaman insanda xoşa gəlməz hallar, baş gicəllənmə, ürək bulanma baş verir. Bədən müvazinətinin saxlanılmasında bu orqan mühüm rol oynayır. Bədənimizin vəziyyətini vestibülər aparatdakı reseptorlar vasitəsilə duyuruq. Çəksizlik şəraitində vestibülər aparat fəaliyyət göstərmir. İnsan səmti gözləri ilə müəyyən edir. Yeri gəlmişkən onu da qeyd edim ki, daxili qulağın iltihabı nəticəsində yarımdairəvi kanallar və torbacıqlar zədələnərsə, müvazinət hissiyatı pozulur. Oval pəncərə zədələnərsə, eşitmə pozulur. Eşitmə və müvazinət orqanı olan qulaq haqqında maraqlı məlumatlar əldə etdik. Gəlin birlikdə təkrar edək, görək yadda nə qaldı. Qulaq hansı hissələrdən ibarətdir? Qulaq 3 hissədən ibarətdir. Xarici qulaq, orta qulaq, daxili qulaq. Xarici qulaq nədən ibarətdir? Xarici qulaq, qulaq seyvanı və xarici qulaq keçəcəyindən ibarətdir. Xarici qulağın funksiyası nədir? Xarici qulaq səs dalğalarını toplayıb, xarici qulaq keçəcəyindən təbil pərdəsinin titrəyişi vasitəsilə orta qulağa ötürür. Təbil pərdəsinin funksiyası nədir? Təbil pərdəsi xarici qulaqla orta qulağı bir-birindən ayıran pərdədir. Orta qulaq nədən ibarətdir? Orta qulaq təbil pərdəsinin arxasında bir-biri ilə bağlı 3 kiçik sümükdən ibarətdir. Orta qulağın sümükləri hansılardır və hansı funksiyanı yerinə yetirir? Çəkic, zindan, üzəngi adlanan bu sümüklər
təbil pərdəsindən aldıqları titrəyişləri gücləndirir və daxili qulağa ötürür. Orta qulaq burun udlaqla nə vasitəsilə əlaqələnir? Orta qulaq eşitmə borusu vasitəsilə burun udlaqla əlaqədardır. Eşitmə borusu necə adlanır? Eşitmə borusu Yevstaxi adlanır. Müvazinət orqanını nə təşkil edir? Daxili qulaqdakı yarımdairəvi kanallar, oval və dairəvi kisəciklər birlikdə vestibülyar aparatı, müvazinət orqanını əmələ gətirir. Otolitlər harda yerləşir? Oval və dairəvi kisəciklərdə xırda daşçıqlar, otolitlər yerləşir. Bədənimizin vəziyyətini nə vasitəsilə duyuruq? Bədənimizin vəziyyətini vestibülyar aparatdakı reseptorlar vasitəsilə duyuruq. Səs dalğalarının keçdiyi yol. Qulaq seyvanı, xarici qulaq keçəcəyi, təbil pərdəsi, çəkic, zindan, üzəngi, oval pəncərə, dəhliz, ilbiz, eşitmə siniri, eşitmə mərkəzi. Hansı şəraitdə vestibülyar aparat fəaliyyət göstərmir? İnsan səmti necə seçir? Çəksizlik şəraitində vestibülyar aparat fəaliyyət göstərmir. İnsan səmti gözləri ilə müəyyən edir. Bugünə bu qədər. Əgər bütün suallara cavab tapdıqsa, çox gözəl. Yox çətinlik çəkdiksə, onda gəlin dərsi bir daha yenidən əvvəldən izləyək. Növbəti dərsə dək.